Uzaqlı test 1 2023 İngilis dili test toplusu birinci bölmə nouns isim bölməsi Morphological composition of nouns ismin morfoloji xüsusiyyətləri. Birinci sual choose a compound nouns mürəkkəb isimləri seçin. Biz bilirik ki, mürəkkəb isimlər iki və daha artıq sözün birləşməsinə əmələ gələn isimlərə deyilir. Bir də choose a compound nouns mürəkkəb isimləri seçin. Bir movement. Movement düzəltmə isimdir. Ment çəkilisindən düzəlib. 2. Cherry tree. Cherry tree albalı ağacı. 2. Düzdür. Demonstration. Demonstration mürəkkəb isim deyil. 4. Pen name. Pen name mürəkkəb isimdir. Pen və name sözlərinə yaranıb. 2. 4. Snowman. Snowman da mürəkkəb isimdir. 5. 2. 4. 5. 6. Friendship düzəltmə isimdir. B bəndi doğru cavabdır. İkinci sual choose a line of compound nouns. Mürəkkəb isimlər cərgəsini seçin. A bəndi newspaper, fireplace, kingdom. Newspaper mürəkkəb isimdir. Fireplace mürəkkəb isimdir. Kingdom isə düzəltmə isimdir. A bəndi doğru deyil. B bəndi oil field mürəkkəb isimdir. Butterfly mürəkkəb isimdir. Headache mürəkkəb isimdir. Oil field, oil və field sözlərindən yaranıb. Butterfly kəpənək deməkdir. Butter və fly sözlərinin birləşməsindən yaranıb. Headache baş ağrısı deməkdir. Head və ache sözlərinin birləşməsindən yaranıb. C bəndi niyə olmaz? Schoolmate mürəkkəb isimdir. Friendship isə düzəltmədir. C bəndi olmaz. D bəndi tablecloth. Tablecloth mürəkkəb isimdir. Economy isə sadə isimdir. Y bəndində armchair mürəkkəb isimdir. Businessman mürəkkəb isimdir. Acta isə sadə isimdir. Doğru cavab B bəndidir. Üçüncü sual choose the line of compound nouns mürəkkəb isimlər cərgəsini seçin. A bəndində rainbow. Rainbow göy qurşağı deməkdir. Rain və bow sözlərindən yaranıb mürəkkəb isimdir. Railway mürəkkəb isimdir. Airmail mürəkkəb isimdir. A bəndi doğru cavabdır. B bəndində niyə olmaz? Leadership düzəltmə isimdir. C bəndi niyə səhvdir? Development düzəltmə isimdir. D bəndində səhv hardadır? Brotherhood düzəltmə isimdir. Y bəndində agreement düzəltmə isimdir.